Novruz bayramında süfrədə mütləq şəkərbura və paxlava olmalıdır. Amma bəzi xanımlar çalışırlar ki, ev sakinlərini və qonaqlarını təəccübləndirsinlər. Bunun üçün də başqa şirniyyatlar bişirirlər. Bu gün biz belə xanımlara yardıma gəlmişik. Oxuazın Ustadına Əhsən layihəsinin bu dəfəki buraxılışında biz xüsusilə Novruza hazırlanan peçenilərin reseptini və bəzədilməsini göstərəcəyik. Qonağımız konditer Gülan Quliyevadır. Xoş gördük Gülan xanım. Bugün biz nələr edəcəyik? Xahiş edirəm, bunu bizim izləyicilərə izah eləyərdiniz. Bugün biz dekorativ peçeni hazırlayacağıq. Həm reseptini sizə verəcəm, həm də hazırlanma qaydasını göstərəcəm. Bu çətin iş olmamalıdır, düz başa düşürəm. Yəni hər kəs edə biləcək bir şeydir. Hətta mən belə bunu evdə hazırlaya biləcəm. Bugün hazırlayacağımız peçeniyə lazım olan ingredientlər un, şəkər pudrası, yağ, kraxmal, yumurta və vanil. İlk növbədə duru məhsullarımızı əlavə edirik. Qurudum. İndi şəkər pudrasını əlavə edirik. İndi un əlavə edirik. İndi kraxmal əlavə edirik. İndi qarışdırırıq. Gülan xanım, bu bir sir deyil. Bu mənə baxanda görsənir. Mən dəhşət şirniyyat sevən insanam. Və mənə çox maraqlıdır ki, insana xeyirli olan şirniyyat varmı? Şəkər insana xeyir deyil. Şirniyyat məncə heç sağlıqlı deyil. Siz mənim qəlbimi qırdınız. İndi xəmirimizi yayacağıq və forma verəcəyik. Əlimizlə biraz yumuşaldırıq, çünki soyucuda biraz bərk olur. İndi yaymağa başlayırıq. Yaymaq üçün 2 yağlı kağızdan istifadə edəcəyik. Artıq xəmiri yayandan sonra biz formalardan istifadə edirik. Siz bunları seçmisiniz. Amma mən bilən müxtəlif olur formalar. Siz dördkünc və dairəvi olan formaları seçmisiniz. Bunları nəyə əsaslanaraq etmisiniz? Dördkünc olanla səməni etməyi düşünürəm. Dairəvi? Bunun üstündə şəkil olacaq. İstədiyimiz formada. Mən elə bildim bu xonça simvolizə edəcək. Yox. Bir də sizə belə sual vermək istəyirəm. Bu əlinin duzu məsələsi mifdir, yoxsa gerçək? Məncə gerçəkdir. Yəni sizdə heç bir tanışlarınızın arasında belə bir insan yoxdur ki, o öz üzərində çalışıb, kulinar kurslarına gedib və öyrənib və yaxşı yemək bişirməyə başlayıb. Ancaq bu fitri bir şey olmalıdır. Məncə 50% o bacarıqdırsa 50% də özünü inkişaf etdirməkdir. Əgər heç əlinin duzu olmayan bir insan belə üzərində çox işləsə, məncə bacarar. Bir-ikisini də mən kəsə bilərəm. Yumru istəyirəm. Dərindən basın. Qorxmayın. Sonra desinlər ki, mətbəxdə işləmişəm. Mənim üçün ən maraqlısı bir gəlin qaynanası üçün ilan tortu sifariş eləmişdi. Bu bir zarafat idi. Biraz yumor, bəli, o qədər səmimi və mehriban idilər ki, yumor olsun deyə hazırlatmışdı. Əslində qaynananın ili ilan ilidir. Elə oradan yumora başlayıb oradan belə bir şey hazırlatmışdı. İçinə Allah hər kəsə elə bir qaynını qismət eləsin. Bir də bu şadlıq saraylarında süni tortlar olur. Sizin onlara münasibətiniz necədir? Bütünlükdə maket olan tortlar o qədər də xoş olmur. Heç də mən sevmirəm. Mən düzünü deyim, ilk dəfə görəndə şok oldum ki, yəni insanlar kartondan üstündə plastik güllərlə bəzədilmiş bir şey gətirib qoyurlar və fikirləşirdim ki, tam kartondur və bunu insanlar necə yeyəcək? Sonra gördüm ki, bir hissəsi demə bunun real tortuymuş və yazıq bəy gəlinlər. Çünki göstərişi sevirik. Yəni, ona görə
ən böyük formada təqdim etməliyik. Artıq xəmirimiz gedir sobaya. Neçə dərəcəlik soba və neçə dəqiqə orada qalmalıdır? 160-170 dərəcədə. İndi sobanın sizin temperaturuna baxır. Bizdə 150-160 dərəcədə 10 dəqiqə ərzində bişir. Çox qızartmaq lazım deyil, ağ qalmalıdır. Peçenyelərimiz bişdi. İndi dekor eləyəcəyik onları. Dekor üçün nələri istifadə edirsiniz? Dekor üçün marsipandan istifadə eləyəcəyik. Səməni hazırlayacağıq 4 günc qəlibdən çıxmış peçenyədən. Yaşıl marsipanı yayırıq forma vermək üçün. Bu marsipanı özünüz hazırlamısınız yoxsa hazır alınır? Bu hazır alınır. Yəni istəyən hər kəs gedib konditordan olur, bəli. Çox qalın olmamalıdır. Sizin oxlarınız çox maraqlıdır. Necə? Böyüyü də var. Prosta balaca lazımdır. Mən beləsini heç görməmişəm. Marsipan üçün bəlkə yəqin ona görə. Belə olur. Səməni üçün eyni qəlibdən istifadə edirik. İndi peçenyemizi götürürük. Adi suyla yapışması üçün ısladırıq. Və marsipanın üstünə belə yapışdırırıq. O su ilə olanda qopmur da? Yox. Qalır üstündə. Belə olur. İndi səməni obrazı yaratmağa çalışırıq. Əsl rəssam işidir. Bunu adi bıçaqla da eləmək olar? Bəli, bəli. İstəyirsiniz götürün. Bu formada eləyəndə daha çox sıx görünüm əldə eləyəcəyik. İndi keçirik səmənin lentasını hazırlamağa. O qırmızı rəngdən olur. Qırmızı marsipandan istifadə edəcəyik. Siz bunu sifariş verəndə öncədən konditorskidə deyirsiniz ki, məsəl üçün də mən sabah gəlib marsipan götürəcəm sizdən. Rənglərini deyirsiniz, çəkisini deyirsiniz. Yoxsa hazır artıq rənglər falan hamısı olur, sadəcə gəlib seçirsiniz. Bəli, hazır qablaşdırmada çəkiyini satılır. İndi yayırıq. İndi kəsirik. Bunu adi bıçaqla da etmək olar. Yapışması üçün biraz su vururuq. İndi isə səmənimizin bantiki qaldı, onu hazırlayacağıq. Biraz qırmızı marsipan götürürük. Belə bir qəlibdir. Burada bantik forması var, o qəlibdən istifadə edəcəyik. Evdar xanımlarda qəlib olmaya da bilər. İstəsəniz özünüz də hazırlaya bilərsiniz bantiki. Göstərim. Bəli, onu yayıb bıçaqla yəqin kəsərsiniz də. Bu qəlibdən çıxmış formasıdır. İndi isə sizə əllə hazırlananı göstərəcəm. Bu qəliblə olan forması, bu da tez hazırladığım bantik. İstəyirsiniz, birində siz hazırlaya bilərsiniz. Bəli, görək, alınırmı məndə? Anam, ümid edirəm sən məni indi mətbəxdə görürsən. Yəni, heç vaxt görmədiyin bir şey mən mətbəxdəyəm. Bunu tam sulamalıyam, yoxsa ancaq kənarlarını? Orta hissəsini. İndi bu hazır kəsilmişin sadəcə yapışdırıram üzərinə.
Möhkəm sıxmaq lazımdır yoxsa? Biraz. Artıq yapışacaq. İndi bunu göstərim. Yapışdı. Bu narın üzərində nələr olur? Narın üzərində istəsəniz şəkil çəkə bilərsiniz. Burada mən sizə hazır formasını göstərim. Biz burada buta çəkmişik. İndi biraz dağılıb. İstədiyiniz formada çəkə bilərsiniz. Amma əziyyətli işə oxşuyur. O qədər də deməzdim. Bu isə printerdən çıxmış, mastikadan olan, yeyilən şəkildir. İndi bundan dizayn edəcəyik bu yumru qəlibdən. Birinci formanı götürürük. Bunu birinci yapışdırmalısınız. Sonra şəkili. Mən biraz bunun kənarını kəsim. Əl iziniz qalmasın deyə belə eləyə bilərsiniz. İndi birazca da nəmləndiririk, çox az. Çünki şəkil çox islanmamalıdır. Bu yetərlidir. Mənə deməsələr ki, bu şəkil yeməlidir, mən bunu qopardıb tullayardım. İndi əgər istəsəniz, sonra bunları hazırladığımız peçenyeləri belə şəffaf paketlərə qoyuruq. Siz bu peçenyeləri salfan paketinə niyə qoyursunuz? Daha uzun müddətli qalması üçün, yoxsa gözəl görsənsin deyə? Daha uzun müddətli qalması üçün və daha səliqəli olması üçün. Bəs ümumiyyətlə bu peçenyeləri nə qədər müddət saxlamaq olar? Yəni bir həftə falan və necə saxlanılmalıdır? Otaq temperaturunda saxlaya bilərsiniz. Bəs bu bəzəkli olanları soyuducuya qoyanda nəsə olur, yoxsa? Yox, heç bir problem yoxdur, saxlaya bilərsiniz soyuducuda. Artıq bizim peçenyelərimiz hazırdır. Belə tam paketlənib. Biz bunları belə müasir xonçamızı yığırıq. Mən əminəm ki, bu cür şirniyyat sizin süfrənizin əsl bəzəyi olacaq. Və bu Novruzda siz qonaqlarınızı, ev sakinlərinizi təəccübləndirə biləcəksiniz.